İşğaldan azad olunmuş ərazilərin bərpası ilə əlaqədar konsept təklif layihəsi "Biz qayıtdıq" şüarı altında vətənimizi dirçəltmək, çiçəkləndirmək niyyətindəyik. Əziz Şuşa, biz qayıtmışıq. Əziz Şuşa, biz səni dirçəldəcəyik. Bugün Cəbrayıl şəhəri işğaldan azad edilir. Təqdim edilən Cəbrayıl rayonu şərti seçilmiş və təklif layihəsi digər azad edilmiş rayonlara da şamil edilə bilər. Azərbaycan Respublikası Prezidentinin 26 yanvar 2021-ci il tarixli tapşırığına əsasən layihələndirilən fərdi yaşayış evlərində Smart City və Smart Village, ağıllı şəhər, ağıllı kənd, müasir texnologiyaları tətbiq edilməsi rəhbər tutulmuşdu. Kəndlərdə ilkin mərhələdə sosial obyektlərdə və küçə işıqlandırılmasında günəş, külək enerjisi tətbiq edilməsi nəzərdə tutulmuşdu. İşğaldan azad olunmuş Cəbrayıl rayonu Şükürbəyli, Mahmudlu kəndlərinin və Mahmudlu qəsəbəsinin yenidən qurulmasının şərtini təqdim edərək və bitişik ərazidə yerləşməsini nəzərə alaraq, onların 652 ailəlik yeni qəsəbənin salınmasının məqsədə uyğun sayılmışdı. Hər ailəyə şərti olaraq 12 sot həyətyanı torpaq sahəsi, ərazi daxilində fərdi yaşayış evi, istirahət köşkü, mal-qara, toyuq-cücə tövləsi, arı ailəsi qutuları, tərəvəz bostanı, meyvə ağacları, yaşıllıq və avtomobil meydançası layihələndirilmişdi. Mal-qaranın örüşə buraxılması üçün arxa küçədə köməkçi yol və keçidlər nəzərdə tutulmuşdu. Fərdi yaşayış evi şərti olaraq 3 otaq qəbul edilmişdi. Layihələndirmənin digər mərhələlərində ailə tərkiblərinə görə otaqların sayı nəzərə alınacaq. Üç otaqlı yaşayış evinin ümumi sahəsi 94,1 kvadrat metrdir. Yarı zirzəminin hündürlüyü 2,20 metr olmaqla 44,86 kvadrat metr layihələndirilmişdi. Evlərin isti suyu və istilik təminatı kombi sistemi quraşdırılmaqla nəzərdə tutulmuşdu. Evin zirzəmi ilə birlikdə ümumi sahəsi 196,36 kvadrat metr təşkil edir. Həmin ərazidə işğaldan əvvəlki dövrdə mövcud olan sosial, infrastruktur obyektləri və tikinti normalarını nəzərə alaraq göstərilən obyektlərin tikintisi nəzərdə tutulur. 1 ədəd 528 şagird yerlik məktəb, 2 ədəd 100 yerlik uşaq bağçası, 25 çarpaylı xəstəxana, inzibati bina, baytarlıq məntəqəsi, poçt binası, ATS, məscid. İşğaldan əvvəlki dövrdə emal və xidmət müəssisələrinin yerləşdiyini nəzərə alaraq, baş planda ayrıca sənaye zonası, gələcəkdə investor tərəfindən gəlir gətirən obyektlər üçün mədəni, məişət, xidmət, ticarət, iaşə və sair ərazilər nəzərdə tutulmuşdu.